Əziz dostlar, salamlayıram, hər vaxtınız xeyir, gününüz uğurlu olsun, canlı yenə də evlərinizin qonağıyıq, dəyişməz ünvanımız olan MRT İnşaatda. Bu bölmə nə üçün mənim xoşuma gəlir? Çünki mən təbiət aşıqıyam, təbiət vurğunuyam. Ümumiyyətlə, yay ayları gələndə insanlar istirahət məqsədi ilə müəyyən dağlıq ərazilərimizə, meşə massivlərinə üst tuturlar ki, onlarla çadırlarını qurmaqla rahat istirahət etmək, yəni kamp təşkil edirlər. Mütləq sizə fənərlər lazım olacaq ki, müəyyən gecə vaxtında həm çadırınızı rahat şəkildə işıqlandıra bilərsiniz və yaxud da fərq eləməz elə müəyyən fənərlərdən istifadə etmək mümkün. Burada isə MRT İnşaatda əziz dostlar o qədər fənər var ki, bunların hələsi haqqında mən sizə qısa məlumat versəm, gərək saatlarla mən sizdən ayrılmayım. Ancaq müəyyən mənada müəyyən fənərlər diqqətinizə çatdıracağım ki, sizin də öz zövqünüzə uyğun, öz ürəyiniz istəyə, hara gedəcəyinizi artıq özünüz bilirsiniz deyə gəlib bu fənərlərdən ala bilərsiniz. Bu fənərdə mənim özümdə də var əziz dostlar. Olduqca güclü bir fənərdir. Bunun üst hissəsi diqqət etsək zoomlandır. Yəni istədiyimiz uzunluqda, istədiyimiz qısalıqda edə bilərik. Yəni işığın vurma bucağını azalda bilirik, artıra bilirik. Diqqət eləyək. Baxın. Yəni fırlamaqla həm mövcud olur, həm də açıb bağlamaqla və saatlarla bu fənərdən istifadə etsəniz heç nə olmayacaq. Yəni sizin tam olaraq işinizə yarayıb və sizi günün sonuna qədər rahat şəkildə idarə eləyəcəkdir. Hətta onu da söyləmək istəyirəm ki, daşla çalışır və eyni zamanda avtomobilinizdə bunu enerji ilə də təmin eləyə bilərsiniz. Yəni burada fənərlər çoxdur. Mən hər biri haqqında tam olaraq sizə məlumat versəm, yenə deyirəm, vaxtımız o qədər də çatmayacaqdır. Yenə bu fənərlərdən avtomobildən də istifadə edə bilərsiniz. Üzərində enerjinizi yığmaq haqqında da məlumat var. Yanması da olduqca gözəldir. Daha sonra burada nələrimiz var bizim? Belə qələm fənərlərimiz də var. Daha sonra belə böyük ölçülü fənərlərimiz də var. Bax, belə fənərlərimiz də var. Daha sonra belə fənərlərimiz də var. Yenə uzaq məsafələri işıqlandırmaq üçün. Daha sonra bütün bu fənərlərin hamısının qiyməti üzərində var. 43 manata təklif olunur. İkili fənərlərimiz də həm alt hissəsindən, həm də üst hissəsindən, həm də kənarından istifadə etmək mümkündür. Belə fənərimiz də var. Yanlı qaldı, söndürək. Yəni, neçə palajeniyada istəsəniz, bu fənərləri istifadə etmək mümkündür. Bax, əziz dostlar, enerji ilə çalışır. Tam olaraq qoyursunuz zaryadkaya, zaryadka yığandan sonra istifadə edə bilirsiniz. 53 manatdır. Ağırlığından da bilinir ki, bunun içərisində olan daşlar uzun müddətli sizin, belə deyək, yolculuğunuzda sizə rahat şəkildə yardım eləyəcək. Yəni, burada fənərlərimiz maşallah çoxdur. İçərisindən açılan fənərlərimiz də var. Belə fənərlər də var burada. Yenə deyirəm, hər biri haqqında məlumat vermək üçün vaxtımız, zamanımız olmalıdır ki, onlar haqqında mən sizə danışım, söhbət açım. Hər birinin də qiyməti öz üzərində var. Rahat şəkildə ala bilərsiniz. Belə fənərlərimiz də var. Yenə də əziz dostlar, sonra avtomobildə və ya da burloku açara taxmaq üçün belə olduqca gözəl və işığı gür olan fanarımız da var. Onun arxasında zajqalkası da var. Daha sonra bizim baş fənərlərimiz var burada. Diqqət eləyək, balıqçılığa, ovçuluğa tam olaraq gözəl. Dostları çağırmaq üçün kənardan rahat şəkildə bunu başınıza keçirirsiniz. Mənə keçirsəm saçım dağılacaq, amma dostlara göstərmək lazımdır, onun üçün də keçirmək lazımdır. Vəssalam, başınıza taxırsınız və bunun rezinləri o qədər yumuşaqdır ki, sizin alın hissənizi və baş hissənizə ağrı verməyəcək. Adətən biz fənərləri başımıza taxanda müəyyən saatdan sonra baş ağrıları baş verir. Bu fənərlərin həm çəkisi normal olduğu üçün, həm də insan başına uyğunlaşdırıldığı üçün bu fənərlərdə ağrılıq olmayacaq. Daha sonra, bax, burada da fənərlərimiz var. Hamısı bir-birindən maraqlı, bir-birindən gözəl və sizin ürəyinizə yatan və sizin işinizə yarayan fənərlərdir. Bunlar da bir neçə variantda yanır. Həm zəif, həm güclü, həm miqat etməklə dostlara da xəbər verə bilərsiniz. Sonra Makota firmasına məxsus bax belə fənərimiz də var, əziz dostlar. Çox gözəl bir fənərdir. Sağ sollu, baş tərəfində də, uc hissəsində də var. Yenə bunu da qeyd etmək istəyirəm ki, hardan istəsəniz rahat şəkildə açıb çevirmək imkanınız var. Daha sonra, yəni o qədər fənərlər var ki, gərək mən hələsi haqqında sizə əlavə məlumat verim və burada belə bir gözəl fənərimiz var. Bundan mənim özümdə də var. Sırf çadırı işıqlandırmaq üçündür. Kənarlardan belə açılır. Neçəsini istəsəniz aça bilərsiniz və yaxud da neçəsini istəsəniz qaldıra bilərsiniz. Üst hissəsindən yandırmaqla bax belə.
Bu da yenə güclü, zəif, orta və çağırış edən fənərdir. İstəsəniz qatlaya bilərsiniz bunu, ikisini açıq qoya bilərsiniz, üçünü açıq qoya bilərsiniz və yaxud da bu şəkildə çadırınızda rahat asa bilərsiniz. Üzərində artıq göstərilir ki, nə qədər enerji gedir və yaxud da nə qədər enerjisi var. Bunun da qiyməti 15 manatdır. Qiyməti o qədər də baha deyil, çox sərfəlidir və görünüşü də olduqca gözəldir. Daha sonra növbəti bizim çadırımızı işıqlandırmaq üçün belə bir fənərimiz var. Bunu da çadırdan asırsınız. Bu da yenə 1, 2, 3, 4 balajenində də yanır. Rahat şəkildə avtomobilinizə enerji yığandan sonra çadırınızı açıb gözəl görkəmə gətirə bilərsiniz. Və yaxud da bunu da qiymətini dostlara söyləyək ki, onlar da bilsinlər. 14 manatdır qiyməti, əziz dostlar. Bunun qiyməti günəş enerjisi ilə çalışan fənərimizdir. Bunlara gündüz vaxtı qoyursunuz çölə, günəş enerjisini özünə yığır və daha sonra istifadə etmək imkanınız var. Bu da olduqca qəşəng bir fənərdir. Arxa hissəsindən götürür və bu şəkildə çadırınızdan asırsınız. Tam olaraq enerji ilə bərpa olunandan sonra rahat şəkildə və çox güclü bir işığı var. Ona görə də baxın, hətta ağ işıq sevməyən insanlar üçün, insanlar var ki, onlar yatanda gözünə ağ düşəndə yata bilmirlər. Sarı da olur və sarının daha az olan variantı da var. Və eyni zamanda da bu fənər mənim çox xoşuma gəldi. Bunu alacağım özümə. Kənarında da var düz vurmaq üçün. Bu da 3 palajenyadadır. Bu fənər mən çox sevdim bu fənəri. Qoyacam qiymətini istəyədir bunu. Bunu elə alacağım özümə. Fənərlərim çoxdur, amma bu fənərdən yoxum idi. Bu da maraqlı bir fənərdir. Qiymətinə baxaq görək. 15 manat, 50 qəpik. Çox gözəl. Bunu mən aldım dostlar. Elə sizin yanınızda alıram bu fənəri. Bu oldu mənim. Çünki baxıram, sevdiyim bir şey varsa mütləq almalıyam. Bu mənim. Daha sonra isə bax belə əziz dostlar 15 manat 60 qəpikdir. Bu fənərimiz də çox maraqlıdır. İşıq formasındadır. İşıq formasındadır və eyni zamanda kənarlara qatlanmaqla açılan bir fənərimizdir. Həm lüstr formasındadır, həm də bağlama formasında. Bunu taxırsınız evdə patron yerinə və olur həm gözəl bir lüstr sizin üçün maraqlıdır, həm də kənarları yığılmaqla olur tam belə deyək lamçka. Və salam. Bunun da özünün bir gözəlliyi var. Bunun da qiyməti 15 manat 60 qəpikdir. Yəni qiyməti o qədər də baha deyil, uzun ömürlüdür və ən əsas odur keyfiyyətli məhsuldur. Sonra burada fanarlarımız var. Gəl dostlara bir aldakı fanarlardan danışırıq. Bu mənimdir, buna dəyməyək. Keçid alaq növbəti fanarlarımıza. Bax belə dostlar, fanarımız var. Bu da çox maraqlıdır. Kənarlarından həm ortadan işıq verir, həm dəyişməklə bütün gözlərini yandırmaq mümkündür. Diqqət eləyək. Balaca, ancaq buna baxmayaraq cibdə də rahat gəzdirə bilərsiniz, əldə də rahat gəzdirə bilərsiniz. Daha sonra burada belə fanarlarımız var. Bunlar bağlı olduğundan göstərə bilmirəm. 9 manat 90 qəpikdir. Hər biri həm evdə bunu enerji ilə təmin edə bilərsiniz, həm də avtomobilinizdə. Keçmişdə belə şeylər yox idi. İnsanlar əziyyət çəkirdilər çöl şəraitində gedəndə, gəzəndə müəyyən işıqlandırma ilə bağlı. Ancaq müasir dövrümüzdə baxın, nə qədər istəsəniz burada fənərlər var. Hər biri də üzəri bağlıdır, yəni yandıra bilmirəm. Əslində belə olmağı yaxşıdır ki, insanlar gəlirlər hər dəfə burada fanar seçəndə yandırırlar, söndürürlər, yandırırlar, söndürürlər, onun enerjisi tükənir. Ancaq buna baxmayaraq, yenə də burada istədiyiniz qədər fənərlər var. Bu ayaq üstü olan fənərlər də var, ondan da alıb istifadə edə bilərsiniz. Daha sonra böyük ölçülü belə fənərlər də var. Baxın, qabı ilə bərabərdir. Açıq göstərim siz dostlara. Bu da çox maraqlı bir fənərdir. Həm kənarında var, həm də üzərində var. Çox mükəmməl bir fanardır. Baxın, diqqət eləyək. Həm kənarlarından işıq verir sizə, həm qarşıdan verir işığı, həm USB-dən istifadə edib səs ucaldıran kimi də istifadə edə bilərsiniz. Yəni kolonka rolunu da oynayır, həm də enerji yığmaqla sizin gecənizi gündüzünüzə çevriləcək və üzərinizdə gəzdirmək üçün, boynunuzda rahat şəkildə asmaq üçün içərisində kəndiri də var və eyni zamanda qoşulma kabeli də var ki, həm bunu maqnitofon kimi istifadə edə bilirsiniz, həm də fanar kimi istifadə etmək imkanınız var. Sonra burada axtarsanız o qədər fanar var, o qədər maraqlı şeylər var ki, hər biri haqqında saatlarla, günlərlə danışmaq olar. Buna da baxaq. Bunu da çadırda
rahat şəkildə istifadə edə bilərsiniz. Çadır üçündür. Həm maraqlı görünüşü var, həm də yanması olduqca gözəldir. Avtomobildə enerji ilə təmin edirsiniz və özünüzlə bərabər götürürsünüz. Aparırsınız istədiyiniz məkandan asırsınız. Bu da var. Sonra onun bir başqa görkəmdə olanı da var. Onu da sizə təqdim edeyim. Çox maraqlı su qabına bənzəyir, ancaq su qabı deyil və üzərindən fırlatmaqla işığını həm artıra bilirsiniz, həm də azalda bilirsiniz. Diqqət eləyək. Bunun da qiyməti üzərində var. Bunu da göstərim görüm neçədir bunun qiyməti. 20 manat 50 qəpik. Amma çox maraqlı, çox gözəl bir şeydir. Həm görünüşü gözəldir, həm də onu qeyd etmək istəyirəm ki, bunlar 18 saat, 20 saat hətta sizin çadırınızı və yaxud da ərazidə əyləşirsiniz, bir qədər romantik an yaşamaq istəyirsiniz, o da ola bilər və hətta klip çəkilişlərində, reklam işlərində də belə rahat şəkildə istifadə etmək mümkündür. Siz suyun kənarında əyləşmişsiniz öz oturacağınızda və bu da sizin yanınızda belə gözəl görkəm verir. Həm tam olaraq geniş ərazini işıqlandırmır, həm də sizi ömür boyu bunun işığı narahat etməyəcək və çadırınızdan da asa bilirsiniz və yaxud da əlinizdə də hər hansı bir yerə daşımaq olduqca rahatdır. Üzərindən də belə fırlamaqla sönür. Yəni qiymətlər də olduqca münasibdir. Ən əsası qiymətə görə insanlar tərəddüd edirlər ki, baha ola bilər, ola bilməz. Ancaq əsla belə deyil. Zövqünüzə uyğun burada nə istəsəniz MRT İnşaatda əldə etmək imkanınız var. Bu fənərlərdən də danışdım sizə. Bu fənərlərdən də söhbət açaq. 8 manatdır qiyməti. Deməli belə, nədən ibarətdir və necədir? Bu fənərin üzərində yanma işığı budur. Daha sonra isə rahat şəkildə bunu keçirdə bilərsiniz remen yerinizə. Burada da ola bilər və nədir? Gözüm apardı. Baxın, siqaretinizi də rahat yandıra bilərsiniz. Yəni, zajqalkanız yoxdursa, tək siqaret deyil, həm də müəyyən kağızı, salfeti yandırmaqla ocağınızı yandıra bilərsiniz. Qiyməti də olduqca münasibdir, 8 manatdır və üzərində düz fiqurun atverkası da var və figurun atverkası da var. Həm də zajqalka rolunu oynayır və eyni zamanda bu hissələrinlə də müəyyən butulkaların ağzını rahat açmaq ola bilər. Burasında isə kəsiciliyi var. Hər hansı bir şunuru və yaxud da kağızı, dəftəri, nə bilim, xırda nələrsə rahat şəkildə. Vau, bu da super bir fanardır. Diqqət eləyək. Ayaq üzərində də dayanır. Yəni belə qoymaq imkanınız da var. Daha sonra bağlayıb belə də qoya bilərsiniz. Tam qaldırıb bu şəkildə də qoya bilərsiniz. Yəni istədiyiniz uzaqlığa, yəni aşağı, yuxarı bu fanarın vurmaq imkanı var və kənardan da rahat şəkildə enerji doldurmaq mümkündür. Əlinizdə də daşıya bilərsiniz. Avtomobilinizə də götürə bilərsiniz və digər yerlərdə də istifadə etmə imkanınız var. 17 manatdır. 17 manatdır. Bu da çox maraqlı bir fənərdir. Bu şəkildədir. Diqqət eləyək, üzərindən artırırıq, azaldırıq, bağlayırıq. Ayaqlığı da var. Onu da üzərinə bərkidə bilərik. Rahat enerji doldurur, 6 wattdır və bu da bunun arka hissəsidir ki, bunu bura keçirməklə ayaq üzərində rahat bu fanarı yerləşdirmə imkanımız var. Bax, bu şəkildə ayaq üzərində durur, açırıq və istədiyimiz qədər işığını artırırıq və azaldırıq. Əssalam. Və sonra arxasında bağlaması da var ki, onu da çadırınızdan asa bilərsiniz və hər birinizi dəvət edirəm ki, gələsiniz MRT İnşaatı 7 manat 50 qəpikdir. Bu da çox gözəl fanardır. Baxın. 3 palajenlə yanır, həm ikisi, həm yuxarıda aşağısı, həm də daşla rahat şəkildə istifadə edə bilərsiniz, həm də enerji ilə çalışır. Bu da çox maraqlı bir fanardır. Yəni yolunuzu gözləyirik hər birinizi dəvət edirik ki, gələsiniz ümumiyyətlə nəinki fənərlər,
A-dan Z-yə sizin mənzilinizə aid nə istəyirsinizsə, nə axtarırsınızsa, MRT İnşaatda rahat şəkildə əldə edə biləcəksiniz və 365 gün sizin qazanmaq şansınız var. Bu mənim də yaddan çıxmasın. 365 gün sizin qazanmaq şansınız var və söyləyim necə qazanacaqsınız. Gəlirsiniz burada hər 50 manatlıq alış-verişdə sizə bir lotereya kuponu təqdim olunur ki, adınız, soyadınız, ünvanınız yazılmaqla sehirli qutunun içərisinə atırsınız və bizim Zəfər günü ilə bağlı özəl bir lotereyamız həyata keçiriləcək ki, Niva markalı avtomobil sizin də qismətiniz ola bilər. Ümumən keçiriləcək bütün lotereyalarımızda avtomobil uduşu mütləq olacaq. Yenə söyləmək istəyirəm, bütün bunları almaq istəyirsiniz, ürəyinizdən keçir, ancaq üzərinizdə nəqd pulunuz yoxdursa, narahat olmağa ehtiyac yoxdur. Yerindəcə kredit mövcuddur. Həm də bir kart və taksit kart da keçərlidir. Biz çalışırıq ki, bütün müştərilərimiz burada olan məhsullardan rahat şəkildə əldə etsinlər. Heç kimin gözü hər hansı bir məhsulun arxasıca qalmasın. MRT İnşaat. Biz nə edirik? Düşünürük ki, sizli, bizli bərabər tikək inşallah.